içərisində də çöküntü var idi. Orada çöküntü idi. Həzi Astalon metro stansiyasının qarşısındakı yolda çökmələr əmələ gəlib. Yolun səthindəki dərin çatlar və bərabərsizliklər nəqliyyat vasitələrinin hərəkətini çətinləşdirir. Sakinlər bildirirlər ki, bu məsələ dəfələrlə müvafiq qurumlara çatdırılsa da, yalnız qısa müddətli səthi təmir işləri aparılıb. Lakin problem tam aradan qaldırılmadığından çöküntü yenidən əmələ gəlib. Yol narahat olanda maşının amortizatorlar oturur, nə bilim karovkasıdır, motordur, hər bir şey ziyandır. Onun botları var, çox ziyanlıq eləyir. Yəni elə bir yol xarab oldu, ayda bir dəfə profilaktordan əl çəkmirsən. Maşınlara da ziyandır, piyadalara da ziyandır. Məsələn, mənim gözüm zəif görür. Birdən yolla gedəm, görəm ayağım çökəyə yıxılıram. Açığı da yəni yaxşı olar ki, möhkəm düzəlsinlər, daha keyfiyyətli eləsinlər. Yollar da düz olsun. Cəmaət velosipedlə, kareska ilə, maşınla fərq yoxdur. Hər ilə gedib gələn rahat gedib gəlsə daha yaxşı olar əlbəttə ki. Bunların özü böyük bir əyibdir. Aşırlar da, yəni bir yanlı gedir maşınlar. Düzgün deyil bu. Keyfiyyəti artırmaq lazımdır. İş gedir metroda. Ona görə də o çöküb də. Vallahi Bakının elə bir küçəsi yoxdur ki, yəni lap belə hamar olsun. Hələ hər yerimiz belədir. Problemlə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə sorğu ünvanladıq. Cavab olaraq bildirildi ki, sözü gedən ərazidə aidiyyatı qurum tərəfindən kommunikasiya xəttlərinin çəkilişi işi icra edilir və hələ işlər tam yekunlaşmayıb. Stat. Müəyyən ərazi boyu qazılmış hissənin bərpası istiqamətində hamarlayıcı lay asfalt beton örtüyü döşənib. İşlər tam yekunlaşandan sonra aşınma lay asfalt örtüyü ilə qazılmış hissə təmin olunacaq və mövcud asfalt örtüklə bərabərləşdiriləcək. Statın sonu. Rəbiyyə Əhmədova, Vüsal Bayramov, APTV.